Bu iki yeməklə gümrah, enerjili və sağlam olun. Hormonlarınız sizə təşəkkür edəcək. Gündəlik bədəninizə lazım olan bütün vitamin və mineralları alacaqsınız. İlk olaraq 2 nazik lavaş içinə bir miqdar krem pendir və bir miqdar əriyən pendir qoyub, büküb air fryerda üstünə bir qaşıq ekstra virgin zeytun yağı əlavə edib qızardın. Zövqə görə bir miqdar fresh tərəvəzli seçin. Yanında qızıl balıqla ləzzətli səhər yeməyinizi nuş edin. Günə omega 3, faydalı zülal, karbohidratlar və faydalı yağlarla başlamaq mütləqdir. Digər yeməyinizi isə idmandan öncə yeməyi tövsiyə edirəm. Bananı qabıqlı şəkildə qarnını yarıb içinə bir xörək qaşığı tahini əzməsi və azca ağ şokolad qoyub air fryerda bir neçə dəqiqə qızardın. Gördüyünüz air fryer'ı Emsan'dan əldə etmişəm. Çox pratik, rahat və dəqiqələr içində sağlam qidamı asanlıqla bişirirəm. Sağlam həyat tərzi keçirmək üçün böyük vaxt itirməyə ehtiyac yoxdur. Ağıllı seçimlərlə, asanlıqla və az vaxt etkisi ilə hər zaman gözəl qalın. Banan bişdikdən sonra bir qədər marinad əlavə edin.